Bizim məktəbin sənədi Quranın bu ayəsidir. Mən dəvətin müqabilində sizdən ancaq bunu istəyirəm ki, mənim əhl-i beytimi sevəsiniz. Əşhəs Həzrət Əlinin yanındaydı. Amma tarixin ən rəzil adamlarından biridir. Həzrət Əlinin də məzlumiyyəti buydu ki, Əşhəs kimlər onun yanındaydı ki, Malik Əşlər başa düşmürdü. Deyirdi, bunun sənin yanında nə işi var? Amma cəmiyyət Əşhəsi təqdim eləmişdi Həzrət Əliyə. Əşhəs gəlib hörmətsiz şəkildə, deyirlər ki, gizli şəkildə məktublaşırmış Muaviyə ilə Həzrət Əlinin yanında olan. Gəldi, dedi Həzrət Əliyə ki, bütün günü Hasandan səni tanıyırıq, elə hey deyirsən ki, mənim bu vaxtı belə zülümlər oldu, filan oldu. Niyə qılınca əl atmadın? Həzrət Əli sakit cavab verir ki, qılınca əl ata bilərdim. Sənin dediyini eləyə bilərdim. Və heç kəs də mənim qarşımda dayana bilməzdi. Amma bizim yolumuz bu deyil. Biz bu yolla gedə bilmərik. Cəmaat gəlib Həzrət Əlinin evinə ki, gəl bizə xəlifə ol. Görür ki, o düz gəlməyiblər. Lazımi şəkildə gəlməyiblər. Cəmaatı apardı Zübeyrin evinə. Dedi ki, Zübeyrə beyyət edin. Zübeyrə dedi ki, mən də hazıram sənə beyyət edeyim. Düzdür, qapısına gəlmişdilər, amma dinə aşiq deyildi o adamlar. Deyir, dəvəni su içməyə aparırlar, yüyənindən tuturlar. O da onun burun hissəsinə bağlanır. Deyirdi ki, cəmiyyəti belə təsəvvür eləsək, Əli aram-aram aparacaqdı onu məqsədə tərəf, Tohid bulağına tərəf ki, burnunu zərrə qədər zədələnməyəcəkdi. Onun özünə qarşı tələbkar olmağına baxırsınız, arpa çörəyi yeməyinə baxırsınız. O özünə qarşı tələbkardır, sizi özü kimi yaşamağa vadar eləməyəcəkdi. Özü rəsmən deyirdi ki, mənim kimi yaşamağa çalışmayın. Mən rəhbərəm, mən ümmətin imamıyam, mənim vəzifəm başqadır. Mən ən aşağı səviyyədə olan adam kimi yaşamalıyam. Siz gedin, o nemətlərdən istifadə edin.